Bu dəqiqə bayırda elə gözəl hava var ki, adam istəyir ki, bütün yorğanı, döşəyi, stolu hamısını töksün, yusun. Çox da qaza gəlmədən hər birinizi salamlayıram. Yeni vloquma xoş gəldiniz. Necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bu vloqu neçə gün əvvəl çəkmişəm, hətta üstünə bir dənə də vloq çəkmişəm, amma gəl gör ki, montaj eləməyə vaxtı yoxdur. Vaxt var əslində, səsli küylü yerlərdə olmuşam. Üstünə bir dənə sakitçilə yer tapmamışam ki, oturum belə səs yazım sizinlə paylaşım. Bilmirəm, sizdə də belədir ya yox. Elə bil ki, iş görəndə paltaryanı qoşmasan olmur. Onda fırlanmaq səsi falan gələndə adam tam hiss eləyir ki, təmizlik falan edir. Isə mənim yaralı yerimdə hansı ki sobanı mən nə zamandır ki təmizləmirəm, gec-gec təmizləyirəm. Niyə gec-gec təmizlədim? Çünki qızların hamısı yazmışdı ki, azelit alarsan. Mən də azelit tapa bilmirdim. Nə bilmirəm, bəhanə eləyirdim, axır ki tapa bilmirdim. Özümə sual verirəm ki, insan öz-özünə necə bu qədər pislik eləyə bilər? Heç vaxtı bunu normal təmizləyə bilmirəm mən. Həmişə axşama düşür, təmizləyirəm, görüm nə haldadır. Bayaqdan qolum qopub, hələ də özünə gələ bilmir. Yuxarını heç göstərmirəm belə. Heç nə eləmək olar, cəzamı çəkirəm, davam təmizləməyə. Həqiqətən o deyirəm ki, hansı ki işləri saxlayırsan, sonra bir yığın olur. Bax, həmən bu işlərdən də bunu burada yarımçıq qoydum, əslində çox yoruldum deyə, amma axşamı təkrar gül kimi elədim, nəhayət ki bitirdim. Elə xoşuma gəlir ki, bu soba, biri var ki, mən bu sobadan acığım gəlsən təmizləməyim, biri var ki, bu sobanı mən çox sevirəm. Belə bunlar zaten təmizləyirəm hər dəfə, indi isə belə qəşəng gül kimi sürtdüm hamısını setkasına ki, hər birini sürtdüm, elə rahatlaşdım ki, hamısı gül kimi oldu. Bu arada bunları Aspirox aldım, sarı güc olanla. Bir xanım var idi, mənə yazmışdı, yaxın xanım idi, o dedi ki, hətta Aspirox'un mavi güc olanı var, mavi güc olanı nə mən görməmişəm, nə də istifadə eləməmişəm, deyir ki, o daha güclüdür. Qızlar, mən sizə bu sualı vermək istəyirəm ki, hansı ki bu yuxarı tərəf ki var, sobanın spiral tərəfi, o spiral tərəfini siz aralarını necə təmizləyirsiniz? Bir də ki, hansı ki sobada yemək bişirirsiniz, elə yeməklər var ki, onların ağzı açıq olur, ona görə hər yerə belə suyu falan tökülür, pis olur, yəni çirklənir. Onda nə edirsiniz? Yəni ağzını bağlayırsınızmı, yoxsa elə açıq formada eləyirsiniz? Daha sonra həmən dəqiqə təmizləyirsiniz. Qızlar, çox xahiş edirəm, baxan hər kəsdən. Mən görürəm ki, mənə baxan abunəçilərimin çoxu əslində abunə deyirlər. Abunə olmağı, rəy yazmağı və videoya bir saniyənizi ayırıb like eləməyi çox, yəni görməyin mənə. Çünki mənim üçün həqiqətən çox vacibdir bu. Qızlar, yəqin ki, sizin evləriniz də belədir. Elə bir dərəcədə torpaq var ki, yəni bugün silirəm, səhərsi gün yenə də torpaq olur. 2-3 gündür yaman qum falan var. Yəni burada videonu çəkdiyim müddətdə çox qum falan olurdu. Ona görə də pəncərəni açmaq olmur, nə də hava sərindir, kondisioner qoşmaq olmur. Ona görə də evdə hər yer torpaq idi. Bununla neçənci dəfədir ki, mən dünən də silmişəm, isrən də silmişəm. Bunları gördüyünüz bu proseslərin hamısını mən hər gün eləyirəm. Tozları hər gün alıram, ona baxmayaraq elə bil ki, heç əlimi vurmamışam. Adam bilmirəm, sizdə də olur ya yox, acığa düşür deyir ki, onsuz da toz olur, bu günləri eləməyəcəm da, qoy bir dəfəlik toz olsun, bitsin. Amma ki, adamın ürəyinə sinmir, elə evdə yeriyəndə hələ də ayağının altında hiss eləyirsən ki, torpaqlıdır, yer tozludur və yaxud da əlvi nəyəsə atanda görürsən ki, tozludur. Adam həmən evdə ürəyinə sinmir ki, yatsın, dursun, otursun. Bəzən yorğun oluruq, həqiqətən də çox yorğun oluruq, amma bu yorğunluq əzələdə deyil. Zehnimiz və yaxud ruhumuz yorulur. Amma əgər fikir vermisinizsə, evlər təmizlənəndə, qablar yuyulanda, paltarlar yığılanda və yaxud o çarpayların üstü elə düzəlir, səliqəli qalır. Onda elə bil ki, sanki adam bir dua kimi, nə bilim, bir terapiya kimi hər silinən tozla elə bil ki, adamın üstündən bir yük gedir. Hər təmizlənən künc elə bil ki, ruhumuzun bir parçasını aydınlatmış kimi adama gəlir. Bilmirəm, təkcə məndədir ya yox. Çəkmişdim bayaq ki, günəş dəysin. Pərdələri də belə aralamışam. Biraz bərbaddır buralar. Çünki günəş dəymir. Qalır bu arxa tərəfdə, ona görə günəş dəymir. Güllərimə bu arada son zamanlar fikir verirəm ki, bu pərdənin arxasında qalır. Ona görə bacardıqca arada bir belə günəşin qabağına onu çəkirəm ki, güllər günəş şüası qəbul eləsin və yaxud küləkdən yetərin qədər havadan istifadə eləyə bilsinlər. Buraların da hamısını yenicə silmişdim, amma təzədən silirəm çünki yenə də torpaq qoyub altı. Nə bilim, arada bir fikirləşirəm ki, belə təmizlik həvəsi gəlir məndə. Belə fikirləşirəm ki, həqiqətən də təmizlik təkcə ev üçün deyil. Nə bilim, bəzən zehin üçün, bəzən ürək üçün, bəzənsə sadəcə nəfəs ala bilmək üçün. Bilmirəm, biz qadınlar düzdür, çox vaxtı başqaları üçün yaşayırıq, yəni özümüzü unuduruq, amma belə tək başına təmizlik etdiyimiz anlarda elə bil ki, adam özü ilə danışır, özü ilə baş-başa qalır. Təbii ki, uşaq sağdan soldan çağırmasa, bu təkcə belə sakit olduğun təmizlik anlarından gedir ki, həqiqətən də adam özü ilə danışır. Təmizləndikcə də elə bil ki, üstündən ağır yüklər qalxır. Əslində mən düşünürəm ki, təmizlik deyil, hər bir şey üçün belədir. Biraz da bizim həyat, biraz da bizim
bizim baxış tərzimizə, yəni hansı paradigmadan baxdığımıza görə dəyişir. Yəni bu günləri mən burada zülm çəkirmiş kimi, ev təmizləyirmiş kimi bir adama görünə də bilərəm. Digər bir adama Allahım belə necə də hər yer fərahdır, için təmizləyir, ruhunu təmizləyirmiş kimi də görünə bilərəm. Yəni bu bizim tamamilə baxış tərzimizdən asılıdır. Yəni bir adamı soranın səsi narahat da eləyə bilər, suyun səsi narahat da eləyə bilər. Artıq sizə göstərirəm hər dəfə yarpaqları açıb. Görün nə gözəldir. Çox gözəldir. Bu biraz balaca çıxdı, sürətlə yekəldi sonra. Bunu da günəşin qabağına qoyan kimi, hansı ki günəş dəyən kimi belə yarpaqları tünd olur, tündləşməyə başlayır. Amma günəş görməyən kimi ortasındakı o tündlüklər itir. Görürsünüz, üstdəkilər hamısı tündür, altdakilər amma yaşıldır. Günəş dəyəndə tünd bordur idi, bilmirəm nə rəngdir. Elə olur rəngi. Hə, sözümü qoydum yarımçıq, hansı ki bir adama həqiqətən də tostoran səsi baş ağrıdıcı kimi və yaxud o paltarı çırpırsan, onun səsi baş ağrıdıcı kimi gələ bilər. İndi misal olaraq deyirəm. Digərinə isə bu həqiqətən də ritmik bir musiqi kimi gələ bilər. Yəni ona görə deyirəm ki, hər şey bizim baxış tərzimizdən asılıdır. Bəzən də elə bir rəylər gəlir ki mənə. Bəzən nə bilim, elə rəylər gəlir ki, məsələn sən həyata belə baxırsan, elə baxırsan filan. Baxırsan ki, mən onları da qınamıram. Həqiqətən də baxış tərzimiz fərqlidir. Yəni bu o demək deyil ki, ya mən haqlıyam, ya o haqlıdır. Təbii ki, özünə görə o haqlıdır. Mən özümə görə mən haqlıyam. Yəni bu bizim həyata baxış tərzimizlə əlaqəli bir şeydir. Sanki o stolda oturur, ortaya bir rəqəm qoyulur. Sol tərəfdəki məsələn deyir ki 9-dur, sağ tərəfdəki deyir ki 6-dır. Əslində ikisi də haqlıdırlar. Burada deyə bilmərik ki, biri haqlıdır, biri haqsızdır. Sadəcə həyata baxış tərzimizdən asılıdır. Əvvəllər evi təmizləməyə bir yük kimi baxırdım. Allahım, buradan təmizləyirsən, oradan onsuz da pozulur kimi. Amma indi elə bir ki terapiya kimi baxıram. Həqiqətən də hər şey baxış tərzindən asılıdır. Məsələn, qabları yuyanda bəzən düşünürəm ki, içimdə hansı ki bütün o sirkli filan və yaxud xəstəliklər var, hansı ki beynimdə mənfi düşüncələr var, onların hamısını elə bil ki feyriləyirəm, təmizləyirəm. Elə düşünəndə adam elə ürəklə qabı yuyur ki, və yaxud evin harasınsa təmizləyəndə küncünü, bucağını elə bil ki üstümdəki mənfi yüklərin hamısını qaldırıram kimi düşünürəm. Bu arada bu Hüseyn hansı ki dəftərləri filan var idi, məktəbdən qalma, onları ayırmamışdım. Həm onları burada ayırıram, lazımsızları atıram, lazımları saxlayıram. Yarı işlənmiş, yarı ağ olan vərəqləri olanları qaralama kimi saxlayıram. Hansı ki işlənməyən testlər var idi. Bir ikisini verdim Hüseyn, işləsin, atsın vərəqləri. Qalan yerləri isə ürəyim nəsə sinmədi, istəmədim ki, nəb salfetka ilə eləyim. Şampunlu su hazırlamışam. Həm buradan şampunluyuram polkaları, həm də ki durulayıram. Buraları neçə gün idi ki istəyirdim ki ayırım. Çünki fikir vermisiniz, yəqin ki fikir vermisiniz. Ev dağınıq olanda adamın zehni də qarışıq olur. Yastıqlar məsələn yerində deyilsə, rəflər qarışıqdırsa, masanın üstündə çoxlu lazımsız əşyalar varsa, içimiz də elədir. Elə bir bircə başlaya bilsək, hansısa bir küncdən hər şey həqiqətən də öz yerini tapır. Təmizlikdən sonra ev necə nəfəs alırsa, biz də elə bil ki o cür dərindən nəfəs alırıq, rahatlaşırıq. Düzdür, həyat elədir ki, hər şey qarışa bilər, həm planlar, həm evdəki işlər, həm münasibətlər, həm duyğularımız. Amma elə bil ki, həmən o dediyim küncdən başlayanda, bir yerdən təmizlənməyə başlayanda, bir otaq səliqəyə düşəndə elə bil ki, insan içərisində də sanki bir şeylər düzəlir. Bilmirəm, elə hiss eləmisiniz ya yox. Bu o demək deyil, məsələn, problemlər yox olur. Sadəcə elə bil ki, artıq özünü daha güclü hiss edirsən və daha səbirli olursan. Çünki oturmursan da bir şeylər etmiş olursan, bir şeyi yoluna qoymuş olursan. İnanırsınız, o qədər vaxtımı apardı ki, indi burada elə görsənir ki, mən Hüseynin bir neçə dənə, 2-3 dənə əslində burada rəfini düzəltmişəm, bir dənə də oyuncaq desən rəfini düzəltmişəm. Yəni bitirə bilmədim işlərimi. Adam elə bilir ki, çox az iş görmüşəm, amma hər birini dərindən təmizləyəndə həm ürəyin rahatlaşır ki, hə, ora tam şəkildə bitdi. Yəni gözün qalmırdı orada yarımçıq bir iş qaldı. Tam şəkildə bitdi. Həm düzdür, çox vaxtını aparır, amma rahatlaşırsan ki, eybi yoxdur. Bir ikisini eləmişəm, amma ki dərindən eləmişəm. Bir gündə hamısını etməyə çalışanda görürsən ki, yəni tam şəkildə etmək olmur. Bu arada mən videonu çox tezləşdirmişəm. Əslində nə qədər vaxtımı alıb bunları səlkiyə salmaq. O kartların bəlasından yəqin sizin evdə də var. Deməli futbol üstündə olan futbolçular olan var idi. Hüseyn ondan deyəsən 500 dənədən artıq almışdı zaten. İndi isə təzədən çıxardıblar eyni kartı, sadəcə üstündə Bravo Stars olanı. İndi deyirəm ki, Hüseyn, sadəcə onlar pul tələsidir. Yəni eyni kartdır. Sadəcə dəbdə olan bir oyunun şəklini qoyublar. Yəni sən də ona aldanırsan, pullarını ona verirsən. Amma uşaqdır, nə etmək olar? Əvvəllər əslində uşaqlıqdan mən də xoşum gəlirdi belə kolleksiyaları yığmaq. Ona görə də o hallarım yadıma düşəndə hissənməyim gəlmir Hüseynə. Mən hansı ki Love is saqqızları var idi, onların bütün o kağızlarını, bütün şəkillərini
düşüncələrini bir-bir yığırdım və digər başqa kağızlarda turbo saqqızları falan vardı. Onların da hamısının kağızlarını yığırdım. Bunlar da yerinə belə səliqəli yığdıqca adam düşünəndə ki, içində toz və yaxud artıq bir əşya yoxdur. Həqiqətən də hər işin ümumiyyətcə həyatda öz enerjisi var. Ümumiyyətcə hər bir işin. Təmizliyin də enerjisi sakitləşməkdir sanki. Həm ətrafı, həm də iç dünyamızı. Elə bir ki, biz təmizlədikcə həm də düşünürük ki, bir işi bitirdikcə həmən düşüncələrimiz də, yəni hansı ki mənfi düşüncələrimiz var, onlar aradan qalxır, düşüncələrimiz yerinə oturur. O qarışıq duyğularımız da sanki bir-bir silinir. Mən belə hiss eləyirəm təmizlik eləyəndə və ona görə də mənə çox yaxşı təsir eləyir. Bizim bu an etdiyimiz iş, yəni həqiqətən də çox qiymətlidir. Kimsə görmür deyə bu zəhmətimiz kiçik sayılmır, kiçik deyil. Çünki bizim bu səssiz əməyimizin sayəsində evimizdə sakitlik olur, evimizdə huzur olur. Çöldə nə qədər istir fırtına da olsa, çöldə nə hadisələr də baş versə, bu evin təmizliyi, bu evin huzuru deməkdir. Bu həqiqətən də biz qadınlar sayəsindədir. Ona görə deyirəm ki, zaten bu işi eləməliyik. Biz onsuz da bunu etməsək olmaz. Bu işi eləyəcəksə əgər, ya onu biz zülm kimi görək, əslində onu bir terapiya kimi baxmalıyıq. Yəni bəli, indi bu evi təmizləyirik, amma əslində özümüzü rahatlayırıq. Öz içimizi sustururuq, zehnimizdən artıq yükləri atırıq. Nəyi buraxmaq lazım olduğunu seçirik. Hər artıq əşyanı kənara qoyanda sanki bir yükü bir kənara qoymuş kimi hiss edək. Buna görə də deyirəm ki, hər şey baxış tərzi ilə əlaqəlidir. Hansı ki bizim hansı paradigmadan həyata baxdığımız. Bu arada bu testlərdə də hansı ki Hüseynin eləmədiyi yerlər var. Onları verirəm ki, bitirsin. Nəyə görə bunu deyirəm? Məsələn, dünənləri mənə 2 dənə bir rəy yazıb, eyni xanımdır yazan. Yəqin ki, o videoya baxırsa özü bilər ki, hansı xanımdır. Mən əslində rəy silən deyiləm. Çünki mənə şükür Allaha negativ rəy gəlmir demək olar ki, yəni bu günə qədər bəlkə 1-2 rəy silmişəm ki, onun biri dünənki xanımın yazdığı rəy idi. Çünki həqiqətən də yazdığı şeyi gördüm ki, əslində mənə bir şey zərəri yox idi, amma o dərəcədə kinli rəyləri mən baxa bilmirəm. Mənim kefimi pozur. Ona görə də sildim ki, görmüyüm. O cür gözəl rəylərin içində. Həmən xanım yazıb ki, yəqin ki, siz ağ günlü xanımsınız. Ona görə də belə rahat danışa bilirsiniz. Kişi belə olanda, elə olanda neyin belə nəsə. Axır ki, mənim çox ağ günüm var imiş. Ona görə də belə danışırmışam. Bu qədər asan demiş mənim üçün kişi-qadın münasibətindən, ər-arvad münasibətindən danışmaq. Əslində mən ona buradan demək istəyirəm ki, necə ki mən təmizliyə bayaqdan danışıram ki, təmizliyə bu gözlə də baxmaq olar, zülm kimi də baxmaq olar, amma zaten biz o təmizliyi eləyəcəyik. Bizim boynumuzdadır. Niyə o gözlə baxaq? Amma mənim dediyim gözlə baxıb özünə zindan etməmək də var. Yəni heç kim %100 xoşbəxt deyil. Yəni şükür Allaha mən həyatımdan razıyam, amma narazı da ola bilərdim. Amma razı olmağımın səbəbi də özümün baxış tərzimdir. Mən bir şeylər pis olanda oturub ağlayan deyiləm, oturub narazılıq eləyən deyiləm. Fərqimiz ola bilər bu olsun. Mən sadəcə çarə tapmağa çalışanam. Yəni ki, mən gözləmirəm ki, mənə nə zamansa cənnət gələcək. Mən olduğum yeri dəyişdirməyə çalışıram. Olduğum yeri cənnətə çevirməyə çalışıram. Hansı ki deyir ki, əgər sən istəyirsənsə, sənin bağçana kəpənək arılar gəlsin. Əvvəlcə gözləmə ki, onlar gəlsinlər. Sən əvvəlcə orada gülü ək, onlar özləri sənin bağçana gəlib gələcəklər. Ona görə də deyirəm ki, elə xanımlar səhv düşünürlər. İndi ola bilər ki, həyatda Allah elə bir dərd verə bilər ki, buna aid deyil. Böyük danışmıram. Amma deyim ki, zaten elə bir dərdim olsa da, elə bir problemim olsa da, mən həmən xanım kimi girib, deyim zəhərimi deyim, kinimi deyim, kiminsə üstünə o boyda yazmaram. Heç o boyda o adam üçün əziyyət çəkmərəm. Əgər onun fikrini bəyənmirəmsə, elə bir boyda mesaj yazmışdı ki, yəni dediyim kimi bizim baxış tərzimiz fərqlidir. Məsələn, mənim başıma ən pis hadisə də baş verəndə, yəni başıma gələndə Allah böyük dərd verməsin təbii ki. Mən heç vaxt demirəm ki, bu niyə belə oldu. Bilirəm ki, onun arxasında bir hikmət var. Və yaxud bir yerə gecikmişəm, o iş əlimdən çıxıb, heç vaxt demirəm ki, mən bura niyə gecikdim. Bilirəm ki, orada bir hikmət var, gecikməyimin bir səbəbi var. Boşu-boşuna həyatda heç nə yoxdur. Əgər mən bu baxış bucağı ilə o söhbətə baxa bilməsəm, təbii ki, mən də oturub deyərəm ki, bu niyə baş verdi, bu niyə baş verdi. Həqiqətən arxasındakı Allahın hikmətinə əgər insan güvənsə, heç vaxt nə belə insanlara bu cür danışmaz, nə də ki başına gələn hadisədə o dərəcədə oturub yasları tutmaz. Çünki bildiyiniz kimi bu həyat müvəqqəti həyatdır. Yəni bu həyat üçün bu qədər nə özünü öldürməyə dəyməz, nə də ki kiməsə kin qusmağa dəyməz. Qaldı ki, əgər mənim həyatım o dərəcədə bərbad olmuş olsaydı, mən orada da vurğulamışam, yəni ayrılmağı seçərdim. Niyə də qalıb öz həyatımı izləyim ki, gözümün qabağında
qabağında bərbad oldu, bitdi. Çünki o həyatın bərbad olmağı hər bir şeyə təsir eləyir. İstəyir bəlkə ibadətimə də təsir eləyə bilər. Qaldı ki, nəsə istəyəcəmsə, nəyəsə şikayət eləyəcəmsə, onu YouTube-da rəylərdə yox, yəni Allahdan istəyirəm ki, həyatımın bu yerini düzəlt və ona uyğun addımlar atmağa çalışaram. Yox, məsəl üçün nə ayrılmaq istəmirsən, nə dözürsən, amma həmən kini başqa insanların üstünə tökürsən, mən bu şeyə düzgün baxmıram. Bu arada indi görürəm ki, bu polka da belə soyulub, Hüseynin oyuncaqları var idi burada. Burada nə zamandır ki, təmizlənməlidir. Bəlkə uzun zamandır ki, bu oyuncaqları filan ayırmırdım. Bunları da ayırdım, elə bir rahatlama gəldi ki, o mövzu ilə bağlı son bir fikrimi də bildirmək istəyirəm. Qaldı ki, ola bilər ki, həqiqətən də mənim fikrim tamamilə yanlış olsun. Burada mən nə deyirəmsə, o demək deyil ki, düppədüzdür. Hərə yenə də deyirəm, həyata öz baxış bucağından baxır. Yəni ki, hansı ki onu da paradigma deyək. Paradigmanı da təşkil eləyən nədir? Hansı ki biz doğulduğumuz ailə olsun, mühit olsun, yaşadığımız dostlarımız olsun, bizim öyrəndiklərimiz olsun, hansı məktəbə getməyimiz olsun. Yəni düşüncələrimizi hansı ki necə formalaşdırıbsa o cür baxırıq həyata. Elə olur ki, mən hansısa bir özlü söz deyək ki, yazılıb ki, bunu Einstein deyib, bunu Tolstoy deyib, bunu Osho deyib, kim deyib. Məsələn, mən ona baxıram, görürəm ki, orada mənə görə səhvlik var. Deyirəm, Einstein bunu necə deyə bilər? Yəni burada mənə görə səhvlik var. Çünki o düppədüz deyə bilməz. Yəni nə mənada? Özünə görə düppədüz deyir, amma mənə görə düppədüz deyə bilməz. Çünki o öz baxış bucağından, öz həyatından örnək verib. Mən isə öz həyatımdan örnək verirəm. Ona görə də mənim üçün səhv, sizin üçün doğru, sizin üçün səhv, mənim üçün doğru ola bilər. Burada mən nə danışıramsa 100% düz danışıram, hamısı düppədüzdür deyə bilmərik və yaxud yanlış da deyə bilmərik. Yenə də deyirəm, hərə öz baxışından danışır. Sadəcə bir söhbət olsun deyə. Məsəl üçün mən sizin də fikirlərinizi görürsünüz ki, hər dəfə deyirəm ki, almağa çalışıram, öz fikirlərimi də bölüşməyə çalışıram və bunların %100 haqlı olduğuma heç bir zaman demirəm ki, mən burada %100 haqlıyam. Sadəcə öz fikirlərimdən danışıram. Bu arada şirniyyat bişirmişdim. Xalam qızı gəlib bizə gəlmişdi. Onlar da şirniyyat almışdılar. Qəşəng axşam çay süfrəsi elədik, içdik. Bütün yorğunluğum da çıxdı. Burada videonu sonlandırmaq istəyirəm. Sonda isə bir xanımın çantası var. Mütləq onu da izləməyi unutmayın. Sağ olun, gələn videolarda görüşmək üzrə. Allah'a əmanət olun. Bu qızın çantasına baxın, görün nə gözəlliyindədir. Belə əlim boydadır. Çantamda nə var videosu çəkək burada. Gəl sən açıq edir. Görək çantamızda nələr var. Birdən izləyicilərimiz merak edir. Hardasa əlim boydadır. Bence bu telefon neydi? Aha, telefon neydi burada? Xanımın telefonu. Belə blesk. Ay, çox gözəl. Rəngin göstərə bilərsən bleskin bizə? Hə. Nə gözəl rəngi var, çox gözəl. Çox gözəl, əla. Əla. Sonra da belə orada yaş salfetka. Ay, çox qəşəng. Bu salfetkalar mənə çox qəşəngdir, balaca. Mini, çox gözəl. Nəmdir də, hə, yaş. Sonra da belə göy salfetka. Ay, çox baxımlı qızsınız, həqiqətən. Ay, çox gözəl çantadır, çox.